1-3 yaşlı uşaqlar arasında yad cisimlərin udulması, həmçinin bu yad cisimlərin burun, qulaq yollarına salınması hallarına rast gəlirik. Bu hallar bəzən çox təhlükəli ola bilir. Yad cisim dedikdə qoz, fındıq, indi hal-hazırda təzə meyvələrimizdən gilasın, albalının dənələri, həmçinin üzüm, qarpız dənələri. Bundan başqa plastik hissəciklər, kiçik ölçülü oyuncaqlar, düymə, muncuq kimi əşyalar, düymə şəklində olan batareykalar, həmçinin də kiçik qəpiklər, bunlar yad cisim hesab olunur. Udduğu zaman həmin bu hissəciklər qida borusunda, udlaqda, həmçinin ən təhlükəlisi nəfəs yolunda qala bilər. Nəfəs yolunda qalanda boğulma kimi hallara rast gələ bilirik ki, bu ən təhlükəli vəziyyətdir. Qida borusunda, udlaqda qaldığı zaman uşaqlarda qusma, ağrı hissi olur. Burun yollarına əgər yad cisim salınıbsa, həmin dəlikdən axıntının olması, pis qoxunun gəlməsi hallarına, qulaqda olarsa ağrı, eşitmədə zəiflik, axıntı şəklində özünü biruzə verir. Əgər sizin uşağınız artıq hadisə baş verib, bu kimi hallara rast gəlirsinizsə, mütləq həkimə müraciət edin. Ev şəraitində bunları çıxartmağa cəhd göstərməyin.